Merkezə bugünkü mövzumuz 5-ci sinif ingilis dili, kiçik summativ qiymətləndirmə 7. Which of the clothes do we especially wear in summer? Biz yayda gəldiyimiz hansıdır? Shorts. Yəni burada especially deyir, xüsusilə deyir. Ona görə pants bütün fəsillərdə, sweatshirt qışda, sneakers müxtəlif fəsillərdə, jacket də bir neçə fəsildə geyinmək olar, amma shortsu məhz yayda. Yeni sözün antonimi old. Cəmdə olan isimlər. Burada cap getdi, burada jacket getdi, burada skirt, hat getdi və D variantı. Pants, sneakers. Düzgün söz önü. Sheila is. Deməli, at mall with her mom. Mallda anası ilədir. Cümlə düzəldək. Jack is wearing blue shorts. Deyir ki, sweaterim hardadır? Cavabı əsasən biz bilməliyik ki, nə soruşur? Sweaterim hardadır? O da deyir ki, şvanerdə. Düzgün zaman forması nə olduğuna görə is playing. Şəklə əsasən hansı doğrudur? The boy is wearing a blue t-shirt. He has a cap. He doesn't have a cap. The boy is wearing sneakers. Aha, görək nə geydi. İdman ayaqqabısı deyil, adı ayaqqabıdır, shoes. Düzgün deyir, zaman formasında işlədim. Nə var? Ona görə biz nə edirik? Müftədadan sonra to be-ni qoyuruq, is və feylə ing artırırıq. Jack is speaking. Özləri speaking niyə belə eləyib ki? Yəqin çaşır. Jack is speaking English right now. Daha uşaqlar, burada sizdə də testə belə verilsə speaking. Siz burada speaking yazmayın. Çünki texniki ola bilər ki, insanda da səhv edib. Sonra at this moment, yəni hal-hazırda, orada da biz deməli, indiki davam edici zamanı götürürük. Are və feylə ing şəkilçisi artırırıq. They are playing. Yine də now'dur. Ema təkli olduğuna görə is və have feylinə ing artırırıq. Haven't. Deməli, mətn oxuyur və suallara cavab verir. I have many clothes. Çoxlu paltarım var deyir. Mən hər gün t-shirt və jeans geyinirəm, jeans şalvar. When it is cold, I wear a jacket and boots. Soyuq olanda hava. Mən pencək və ya jaket və uzun boğaz çəkmə geyinirəm. In summer, I like to wear shorts and sandals. Yayda mən şortik və
terlik giyinirəm. My favorite color is blue. Benim sevimli rəngim mavidir. So, buna görə də I often wear blue clothes. Ben tez mavi renkli paltarlar giyinirəm. I have a blue cap and a blue sweater. Benim mavi renkli papağım ve mavi renkli sweaterim var. I like my clothes very much. Ben paltarlarımı çok hoşlayıram. What does the person wear every day? Deyir ki, şəxs, yəni burada danışan şəxs hər gün nə giyinir? Və burada görürsünüz, deyir ki, every day. Hər gün t-shirt və jeans. Buna görə B variantı. What color are many of the person's clothes? Deyir ki, adamın paltarlarının çoxu nə rəngdir? Burada deyir ki, mavi rəngdədir. What does the person wear when it is cold? Hava soyuq olanda şəxs nə giyinir? T-shirt and jeans. Xeyr, t-shirt və jeans giyinmir. Shorts and sandals. Xeyr, short və deməli tərlik giyinmir. Onları yayda giyinir. Jacket and boots. Bəli, jacket və deməli çəkmə giyinir. Baxın, burada benim. Hava deyir soyuq olanda mən jaket veya pencək və çəkmə giyinirəm. What does the person like to wear in summer? Deyir, yayda nə giyinməyi xoşlayır? Jacket and boots, xeyr, bunu qışda giyinirdi, yəni hava soyuq olanda giyinirdi. Shorts and sandals. Şortik və tərlik giyinirdi. T-shirt və sweater xeyr, jeans and cap də xeyr. Və bu qədər uşaqlar bu videoluq. Sağ olun.